Belə üzlə çıxmaq olmaz çölə. Üzümü gizlətmək üçün saçımı formalı kəsimlər edirdim ki, yəni üzüm qapansın. Makiyajımı sildim, evdə oturdum, başladım ağlamağa. Hətta bunun üçün ağladığım belə oldu. Məcbur olduğum halda işə getmək istəmirdim, çünki gələn müştərilər üzümə çox qəribə şəkildə baxırdı. Və rəfiqələrim mənə getdikdə üzümü gizlətmək üçün saçımı formalı kəsimlər edirdim ki, yəni üzüm qapansın ki, oradakı aktivlər bilinməsin. Güzgüyə baxıb sızanaqlı üzümü görəndə onlara yox deməyə məcburiyyətində qalırdım. Xeyir bir işə gedəcəkdim, kosmetika eləmişdim, makiyaj eləmişdim. Düşündüm ki, mən bu halda yəni getməyəcəm deyə, yəni. Makiyajımı sildim, evdə oturdum, başladım ağlamağa. Bütün anlar. Çoxlu şəkil çəkdirməyi xoşlayırdım və effektsiz şəkillərə daha üstünlük verərdim. Çölə sərbəst çıxmaq istəyirəm, təmiz üzlə. Saçımı yığıb yuxarıdan və çıxardım.